Əbülfəzl Abbas getdi ki, Fəraddan su gətirməyə, Əlinin hünərli, qeyrətli oğlu. Susuz körpələri sirab etməyə, üzünə Fəradın yolları bağlı. Bu şeiri yazmışam mən yana yana, Yezidlər hər yandan yolun kəsdilər. Gördülər gücləri çatmayır ona, hiləyə əl atıb qolun kəsdilər. Qolları kəsildi, dözüb dayandı. Su məşqi dəlindi, canı sıxıldı. Gözünə ox dəydi, qana boyandı. Ələmlə birlikdə yerə yıxıldı. Əmud zərbəsindən getdi özündən, çağırdı qardaşın köməyə çatsın. Əlləri olmadı qanlı gözündən, bədəndən oxları çəkib çıxartsın. Ələmdar ağanın fəryad səsinə, İmam ata mindi meydana geçsin. Əbülfəzl Abbasın düşən qolunun at həya elədi üstündən keçsin. Hüseyin yerə baxıb nə gördü Allah? Hüseyin yerə baxıb nə gördü Allah? Gördü ki, Həzrətin qolları yerdə, ərşin mələkləri göydə çəkib ah, dözə bilmədilər bu acı dərdə. Təkbətək döyüşdən qorxub qaçanlar, kənardan Həzrətə oxlar atdılar. Elə ki, gördülər yıxılıb atdan, nəşinin üstündə at oynatdılar. Köməksiz gördülər düşmən qardaşın, qoşunla üstünə yeriyirdilər. Əbülfəzl Abbasın kəsilən başın atın arxasınca sürüyürdülər. Uca boylu, uzun qollu ələmdar, xəstələrin ümid yeri pənahı, bu sirri bizlərə eylə aşikar, qəbrin boyuva düz gəlmir axı. Hacətlər qapısı Babul Həvaic, bizim üçün hər zaman onlar diridir. Gözlərim kör ola görməyəydim heç, məzarın elə bil uşaq qəbridir. Abbasam görəndə dəhşətə gəldim, o zaman imama daş atırdılar. Həmin yezidlərin törəmələri, müqəddəs yerlərdə mal satırdılar. Kərbəla od içində qaynayıb, lərzə gəlib yer yerindən oynayıb, bulud göy üzündə qara bağlayıb, qan ağlayıb mələklərin gözü də, lənət olsun Maviyəyə Yezidə, lənət olsun Maviyəyə Yezidə. Allah əhl-i beyt qatillərinə lənət eyləsin. Amin, amin ya Rabbel alemin. Kərbəlayı Abbas yanar, səbirlidir.